Ay oğluydu, ay bambılı. Deyirəm ki, 35 ildir arvad rədi bilmirəm. Evlənmək istəyirəm. Deyirəm, elə bir qız mənə tap ki, mən bu yaxınlarda tez-tez evlənim. Anam orada məndə ömrümü günü qurtarıb. Deyir 35 yaşım var, 36-ya keçibsən. Tap mənə denə görüm hardadır o qız? Əzizim, başa düşürəm. Çox təzyiqli hiss ola bilər. Amma tələsməyə ehtiyac yoxdur. Sən özün üçün uyğun, səmimi birini tap, vaxtı gələndə mütləq olacaq. Ay, vaxt nədir? Mənim 40 yaşa çatıram, qurban olum sənə. Allah bu dəlidir. Sən mənə demədin kömək edib səni evləndirəcəm. İndi mənə qızdan mən evlənim. Əzizim, mən səni başa düşürəm, amma səni birbaşa kimsə tapmaq mənim əlimdə deyil. Ancaq mən dəstəkləyirəm, səbr et, biraz sosial media... Bax, keçə dəfə demədi ki, mənim əlimdən, mən söz verirəm, səni evləndirəcəm, qız tapacam, toyda mən eləyəcəm. Çox mındar adamsan. Əzizim, başa düşürəm, səni çox narahat edir. Sən sakit ol, mən fikirləşib sənin üçün gülməli... Quraq, mənə əzizim deyir, beləcəsi... İnşallah taparıq. Bu kişi deyir, mənə gözü düşüb, bunu, sən Allah, uzaq eləyə məndən.